Salam, axşamınız xeyir olsun. Allah tutduğumuz oruçları, etdiyimiz duaları qəbul eləsin. Bu isə bugün üçün mənim hazırladığım düşbərədir. Düşbərə bizim milli kulinariyamızın ən gözəl yeməklərindən, sulu xörəklərindən biridir. Hava da biraz bugün tutqun olduğundan əsl yerinə düşdü. Deməli, düşbərə üçün mən malın qol hissəsinin əti çox yaxşı olur, ondan çox. Əti aldıq, deməli, doğrayıram, onu yuyuruq, sonra onu ət çəkən maşının xırda gözündən çəkirik və yenə deyirəm, soğan əlavə edirik, birbaş soğan. Duz istiyordu öz yerində, onu qarışdırırıq. Suyunu da soğanın, unutmamış deyim, sıxırıq ki, çünki xəmirin içinə onu qoyanda, düşbərənin içinə qoyanda su onu yapışdırmasın. Ona görə mən soğanın suyunu da sıxıram. Və ətə əlavə eləyib, duz istiyordu da öz yerində, bunu qarışdırıb, düşbərəni də xırda-xırda xəmiri kəsib, bükürük. Və ətin də biraz sümüklü hissələri var idi. Mən onu da qaynatdım. Həmin o qaynatdım. Sonra bulyonu süzdüm bir dəfə. Və sümüklü əti də oradan çıxardım. Birbaş yenə soğan atdım bulyonun içinə. Biraz da sarı kök. Su qaynamağa başlayanda mən ora düşbərələri əlavə elədim. Və belə bizim gözəl düşbərəmiz alındı. Allah yenə də deyirəm, hamımızın tutduğumuz oruçları, etdiyimiz duaları qəbul eləsin. İnşallah Allah hər kəsə halal ruzu yerinə yetirsin. Bu qədər. İndi hazır o birisi yeməyimizin də videosunu çəkib sizə göstərəcəyəm.